Oğlaq Bürcü 17 mart 2025-ci il Oğlaq Bürcünün proqnozu. Bugün Oğlaq Bürcü üçün həm daxili düşüncələrini təhlil etmək, həm də gələcəyə dair planlar qurmaq üçün çox əlverişli bir gündür. Günün başlanğıcı ilə bərabər enerjinizin nisbətən yüksək olması və təşəbbüskarlığınızı gücləndirəcək imkanların yaranması gözlənilir. Bu dövr həyatınızdakı həm şəxsi, həm də peşəkar məsələləri irəlilətmək üçün mükəmməl bir vaxtdır. Sizin üçün bugün gələcəkdəki uğurların təməlini atmaq, həyatınıza daha nizamlı və məqsədyönlü bir yön vermək üçün əlverişli olacaq. Peşəkar həyat. İş həyatında bugün daha çox düşünmə və strateji planlaşdırma günü olacaq. Uzun müddətli məqsədlərinizi çatmaq üçün əvvəlcədən hazırlıq etmək və diqqətinizi toplamaq sizə müsbət nəticələr gətirəcək. Peşəkar mühitdə yeni layihələr və təşəbbüslər ilə əlaqədar mühüm qərarlar almaq lazım gələ bilər. Bugün göstərdiyiniz təhlilçi və təşkilatçılıq qabiliyyətlərinizə güvənərək hər hansı bir çətinliyi asanlıqla həll edə bilərsiniz. Təşəbbüskarlığınız və peşəkar bacarıqlarınız iş yoldaşlarınız və rəhbərlik tərəfindən müsbət qiymətləndiriləcək. Bu dövr iş yerində öz mövqeyinizi möhkəmləndirmək və daha yüksək məsuliyyətlərə sahib olmaq üçün əlverişlidir. Ayrıca yaradıcı yanaşmalarınız və analitik düşünmə qabiliyyətinizlə gözlənilməz vəziyyətlərdə müvəffəqiyyət əldə edəcəksiniz. Komanda işində güclü tərəflərinizi ortaya qoyaraq liderlik bacarıqlarınızı istifadə etmək sizə yeni imkanlar gətirə bilər. Həmçinin uzun müddətli peşəkar hədəflərinizə çatmaq üçün bu dövr yaxşı bir başlanğıc olacaq. Bir çox Oğlaq Bürcü nümayəndəsi üçün bu dövrün sonunda karyera ilə bağlı müsbət dəyişikliklər və uğurlar əldə edilməsi mümkündür. Bu günün sonunda iş dünyasında əhəmiyyətli irəliləyişlər əldə edəcəyiniz gözlənilir. Şəxsi münasibətlər. Şəxsi həyatınızda bugün əlaqələrinizdə daha çox diqqət, anlayış və qarşılıqlı dəstək ön planda olacaq. Tərəfdaşınızla münasibətlərinizdə yaxınlıq və həssaslıq göstərə bilərsiniz. Günün enerjisi səmimi və dürüst söhbətlər aparmaq, problemləri açıq şəkildə müzakirə etmək üçün əlverişlidir. Əgər əvvəllər aranızda anlaşılmazlıqlar olubsa, onları aradan qaldırmaq və yeni bir başlanğıc etmək üçün bu dövr çox əlverişlidir. Eyni zamanda yalnız olan oğlaqlar üçün yeni romantik əlaqələr qurmaq və yeni insanlarla tanış olmaq şansı yaranacaq. Yeni tanışlıqlar həyatınıza yeni bir dinamizm gətirəcək və sizin üçün müsbət dəyişikliklərə səbəb olacaq. Dostlarınızla olan münasibətlərdə də bu dövrün müsbət təsirlərini hiss edəcəksiniz. Onlara daha çox dəstək olmaq, onları dinləmək və əlaqələrinizdə dürüstlük göstərmək münasibətlərinizin möhkəmlənməsinə səbəb olacaq. Əgər dostlarınızla vaxt keçirirsinizsə, bu dövr qarşılıqlı hörmət və anlayış üzərində qurulmuş əlaqələrin inkişafı üçün ideal olacaq. Eyni zamanda, əgər bir neçə mübahisə olubsa, bunları açıq şəkildə müzakirə etmək və bir-birinizin fikirlərinə hörmət etmək vacib olacaq. Sağlamlıq. Sağlamlıq baxımından bugün həm fiziki, həm də zehni sağlamlığınıza diqqət yetirmək vacibdir. Fiziki aktivliklə məşğul olmaq özünüzü yaxşı hiss etməyinizə və enerji səviyyənizin artmasına səbəb olacaq. Nizamlı məşqlər, sağlam qidalanma və kifayət qədər yuxu ümumi sağlamlığınızı gücləndirəcək və həyat keyfiyyətinizi yüksəldəcək. Bununla yanaşı, emosional və zehni sağlamlığınızı da unutmamalısınız. Stressi idarə etmək və zehni rahatlama metodlarından istifadə etmək ümumi rifahınızı artıracaq. Meditasiya, nəfəs məşqləri və ya sakitləşdirici fəaliyyətlərə fokuslanmaq zehni aydınlığınızı təmin edəcək və sizi daha güclü edəcək. Sosial həyatdan müəyyən qədər uzaqlaşmaq və yalnızlıqda özünüzə vaxt ayırmaq daxili sakitliyi tapmağa kömək edəcək. Bu dövr sağlamlığınıza daha çox diqqət yetirmək və özünüzü fiziki-emosional baxımdan balanslı hiss etmək üçün əlverişlidir. Sosial həyat. Sosial həyatınızda bugün yeni insanlarla tanış olmaq və ətrafınızdakı insanlarla dərin əlaqələr qurmaq üçün müsbət bir dövr başlanır. Yeni dostlar və əlaqələr qurmaq, sosial dairənizi genişləndirmək üçün yaxşı bir zaman olacaq. Dostlarınızla bir araya gəlib, onlara dəstək olmaq və qarşılıqlı dəstək mühiti yaratmaq münasibətlərinizin möhkəmlənməsinə kömək edəcək. Empatiya və başqalarına qarşı səmimi yanaşma həm şəxsi, həm də peşəkar mühitdə yeni dostluqlar və faydalı əlaqələr qurmanıza şərait yaradacaq. Bu dövrün sonunda sosial dairənizdə daha çox dəstək və yardım alacaq, başqalarına kömək edərək daxili məmnuniyyətinizi artıracaqsınız. Həmçinin sosial mühitlərdə aktiv olmaq yeni təcrübələr qazandıracaq və sizə əyləncəli anlar yaşadacaq.
Yeni tanışlıqlar və daha çox sosial əlaqələr qurmaq üçün bu dövr çox əlverişlidir. Bütün bunlar sizin sosial dairənizdəki əlaqələri daha sıx və möhkəm edəcək, həyatınıza daha çox dinamizm və məmnuniyyət gətirəcək. Ümumilikdə 17 mart 2025-ci il Oğlaq bürcü üçün həm şəxsi, həm də peşəkar həyatında əhəmiyyətli irəliləyişlər və müsbət dəyişikliklər gözlənilən bir gündür. Bugün qarşılaşdığınız çətinlikləri aşmaq, yeni imkanlardan faydalanmaq və məqsədlərinizə doğru böyük addımlar atmaq üçün çox əlverişlidir. Həm şəxsi, həm də peşəkar həyatda müsbət irəliləyişlər və dəyişikliklərə doğru irəliləyəcək, hər bir qərarınızla həyatınızı daha yaxşı bir istiqamətə yönləndirəcəksiniz. Yeni başlanğıclar və yeni imkanlar sizə daha çox uğur və məmnuniyyət gətirəcək. Bu dövrün sonunda həyatınızda müsbət dəyişikliklər və inkişaflar görəcəksiniz. Dolça bürcü 17 mart 2025-ci il Dolça bürcünün proqnozu. Bugün Dolça bürcü üçün enerjili və yeniliklərlə dolu bir gündür. Düşüncə və ideallarınızın sərhədsiz olduğu, gələcəyə dair böyük planlar qurmaq üçün mükəmməl bir zaman olacaq. Bu dövr həm şəxsi, həm də peşəkar həyatınızda dəyişikliklərə açıq olmaq və yeniliklərə qarşı müsbət yanaşmaq üçün ən uyğun anlardan biridir. Həyatınızdakı hər bir addımda daha çox özünə inam və məqsədli davranmaq sizə böyük uğurlar gətirəcək. Günün enerjisi inkişaf etmə və yeni başlanğıclar etmək üçün hər cür fürsət yaradır. Özünüzü dərk etmək və ətrafınızdakı insanlarla əlaqələri daha da dərinləşdirmək üçün çox əlverişli bir dövr başlayır. Yaradıcı düşüncələriniz və sərhədsiz ideyalarınızla bu günləri daha məhsuldar və uğurlu keçirə bilərsiniz. Peşəkar həyat. İş həyatında bugün yaradıcılığınızın və innovativ yanaşmalarınızın ən yüksək həddə çatacağı bir gündür. Çalışdığınız sahədəki ənənəvi yanaşmalar yerini yeni və qeyri-adi ideyalara verəcək. Bu, həm komanda işində, həm də tək başına çalışmağınızda yeni yollar tapmanıza şərait yaradacaq. İş mühitindəki digər insanlara fərqli düşüncə tərzinizi təqdim edəcək və bununla da onların diqqətini cəlb edəcəksiniz. Yeni təşəbbüslər və layihələrlə bağlı qərarlar almağa məcbur ola bilərsiniz. Bu prosesdə qərarlarınızdakı dəqiqlik və əminlik sizi həm iş yoldaşlarınız, həm də rəhbərlik tərəfindən yüksək qiymətləndirəcək. Bugünün enerjisi hər bir layihəyə yenilikçi yanaşmalar gətirərək müsbət nəticələr əldə etməyə şərait yaradacaq. Yaratdığınız ideyalar və həyata keçirmək istədiyiniz planlar həm karyeranıza, həm də öz şəxsi inkişafınıza müsbət təsir göstərəcək. Yeni təkliflər və ya mövqelər sizi daha yüksək mərhələlərə yüksəldəcək. Həmçinin bu dövr peşəkar həyatınızda önəmli irəliləyişlər əldə etmək və yeni hədəflərə doğru atılacaq böyük addımlar üçün əlverişlidir. Şəxsi münasibətlər. Bugün şəxsi münasibətlərinizdə daha çox səmimiyyət və anlayış ön plana çıxır. Ətrafınızdakı insanlarla daha dərin, dürüst və açıq söhbətlər aparmaq üçün mükəmməl bir gündür. Tərəfdaşınızla aranızda olan əlaqəni daha da möhkəmləndirmək, birlikdə vaxt keçirmək və bir-birinizə dəstək olmaq sizi daha yaxınlaşdıracaq. Əgər aranızda əvvəllər anlaşılmazlıqlar olubsa, bunları açıq şəkildə müzakirə etmək və səmimi yanaşmaq bu dövrün əsas açarları olacaq. Sizin üçün bu dövr münasibətlərinizdə daha çox şəffaflıq, dürüstlük və anlayış göstərmək üçün əlverişlidir. Həm də yalnız olan dolçalar üçün bu dövr yeni tanışlıqlar və romantik əlaqələr qurmaq üçün çox əlverişlidir. Yeni insanlarla tanışlıq sizə yalnız yeni münasibətlər deyil, həm də həyatınızda yeni perspektivlər və təcrübələr gətirəcək. Eyni zamanda dostlarınıza və yaxınlarınıza qarşı daha çox diqqət və dəstək göstərmək onların həyatlarında əhəmiyyətli bir yer tutacaq. Dostlarınızla olan münasibətlərdəki qarşılıqlı dəstək və empatiya sosial dairənizdə daha möhkəm bağlar qurmanıza səbəb olacaq. Bu dövrün sonunda şəxsi münasibətlərinizdə dərin və möhkəm əlaqələr quracaq, həmçinin özünüzü daha güclü və məmnun hiss edəcəksiniz. Sağlamlıq. Sağlamlıq baxımından bugün özünüzə daha çox diqqət yetirməlisiniz. Həm fiziki, həm də zehni sağlamlığınız ön planda olmalıdır. Fiziki aktivliklər və idmanla məşğul olmaq günün müsbət enerjisindən faydalanmaq üçün ən yaxşı yollardan biridir. Düzenli məşqlər, sağlam qidalanma və kifayət qədər yuxu enerji səviyyənizi artıracaq və ümumi rifahınızı yaxşılaşdıracaq. Eyni zamanda stressin idarə olunması və zehni rahatlama üçün meditasiya və nəfəs məşqləri çox faydalı olacaq.
Bu cür fəaliyyətlər yalnız fiziki sağlamlığınızı gücləndirməklə qalmayacaq, həm də emosional balansınızı qorumağa kömək edəcək. Günün sonunda özünüzü həm fiziki, həm də zehni olaraq daha güclü və balanslı hiss edəcəksiniz. Sağlam həyat tərzini formalaşdırmaq, özünüzə daha çox diqqət yetirmək və stressdən uzaqlaşmaq bu dövrün ən mühüm istiqamətləri olacaq. Sosial həyat. Sosial mühitdə bugün yeni tanışlıqlar və maraqlı əlaqələr qurmaq üçün çox əlverişlidir. Bu dövr sosial dairənizi genişləndirmək və yeni insanlarla tanış olmaq üçün mükəmməl bir zaman kəsiyidir. Fərqli sosial mühitlərdə iştirak edərək yeni təcrübələr qazana və fərqli düşüncələrlə tanış ola bilərsiniz. Dostlarınızla və yaxınlarınızla keçirdiyiniz vaxtda daha çox empatiya göstərmək, onların həyatlarına dəstək olmaq sosial əlaqələrinizi gücləndirəcək. Bu dövr həm də başqalarına kömək etmək və onların ehtiyaclarını dinləmək üçün əlverişli olacaq. Sizin üçün sosial həyatınızda güclü əlaqələr qurmaq, yeni dostlar tapmaq və həyatınıza yeni insanlar qatmaq ön planda olacaq. Başqalarına qarşı açıq və səmimi olmaq sizin sosial çevrənizi daha da genişləndirəcək və ətrafınızdakı insanlardan daha çox dəstək almanıza imkan yaradacaq. Ümumilikdə 17 mart 2025-ci il Dolça bürcü üçün həm şəxsi, həm də peşəkar həyatında yeni başlanğıclar və əhəmiyyətli irəliləyişlər gətirəcək bir gündür. Günün enerjisi yaradıcılığınızı daha da gücləndirəcək və sizi yeni ideyalarla irəlilətmək üçün mükəmməl şərait yaradacaq. Həm şəxsi münasibətlərdə, həm də peşəkar həyatda yeni hədəflər və imkanlar açılacaq. Sağlamlığınıza diqqət yetirmək və sosial dairənizi genişləndirmək həyatınıza müsbət təsirlər gətirəcək. Bu dövr həyatınızdakı hər bir sahədə inkişaf etmək, yeni başlanğıclar etmək və yeni əlaqələr qurmaq üçün çox əlverişlidir. Bu günün sonunda daha güclü, daha məmnun və daha balanslı bir insan olacaqsınız. Balıq bürcü. 17 mart 2025-ci il Balıq bürcünün proqnozu. Bugün Balıq bürcü üçün xüsusilə duyğusal və intuisiyanızın ön planda olacağı bir gündür. Hissləriniz və daxili gücünüz bugün ən yüksək səviyyəyə çatacaq. Bu dövr həm şəxsi, həm də peşəkar həyatınızda böyük irəliləyişlər etmək və yeni başlanğıclar etmək üçün çox əlverişli olacaq. Duyğularınızın və hisslərinizin sizi yönləndirdiyini hiss edəcəyiniz bu gün istədiyiniz dəyişiklikləri həyata keçirmək və həyatınıza yeni istiqamətlər vermək üçün mükəmməl bir fürsət təqdim edəcək. İç dünyanızda çox dərin düşüncələrə dalacaq və özünüzü kəşf etmək üçün vaxt ayıracaqsınız. Bütün bunlar həm şəxsi münasibətlərinizdə, həm də iş həyatınızda mühüm addımlar atmağa və yeni başlanğıclar etməyə şərait yaradacaq. Peşəkar həyat. İş həyatında bugün yaratdığınız ideyaların və intuitiv yanaşmalarınızın iş mühitində yüksək qiymətləndiriləcəyi bir gündür. İntuisiyanız və yaradıcı fikirləriniz sizə yeni layihələrdə uğur gətirəcək. Həmkarlarınızla və rəhbərliklə münasibətlərinizdə açıq fikirli və anlayışlı olmaq sizə fayda gətirəcək. Bu dövrün sizə təqdim etdiyi ən böyük üstünlük, çətin və mürəkkəb məsələləri həll etmək üçün intuitiv yanaşmanızdan istifadə etməkdir. İş mühitindəki bir çox məsələyə fərqli, yenilikçi bir baxış açısı ilə yanaşaraq başqalarına ilham verə bilərsiniz. Bu dövr həm də iş mühitindəki əlaqələri daha möhkəm etmək və yeni işgüzar əlaqələr qurmaq üçün əlverişlidir. Yüksəlmək və mövqelərinizi möhkəmləndirmək üçün daha çox əzmkarlıq göstərə bilərsiniz. Əgər yeni layihələr və ya təkliflərlə qarşılaşırsınızsa, hər şeyi diqqətlə analiz edərək, intuisiya və praktiki biliklərinizi birləşdirərək doğru qərarlar verə bilərsiniz. Eyni zamanda əməkdaşlıq etmək və komanda işinə daxil olmaq sizi həm fərdi, həm də kollektiv olaraq uğura aparacaq. Bu dövr həm də özünü ifadə etmək və öz ideyalarınızı yüksək səviyyədə çatdırmaq üçün əla bir zaman olacaq. Əgər karyeranızda böyük bir dəyişiklik və ya irəliləyişlər gözləyirsinizsə, bu dövr sizin üçün çox faydalı olacaq. İntuisiyanızın və yaradıcı gücünüzün sizə rəhbərlik etdiyi bu zaman dilimində böyük uğurlar əldə edəcəyinizdən əmin ola bilərsiniz. Şəxsi münasibətlər. Balıq bürcü üçün bugün şəxsi münasibətlərdə səmimiyyət və dürüstlük çox əhəmiyyətli olacaq. Hisslərinizi və düşüncələrinizi açıq şəkildə ifadə etmək, yaxınlarınızla daha dərindən əlaqə qurmaq üçün bu günlərdə çox əlverişlidir. Tərəfdaşınızla aranızdakı bağları daha da gücləndirmək üçün bir-birinizə olan anlayış və dəstəyiniz artıracaq. Əgər daha əvvəl bəzi anlaşılmazlıqlar və ya problemlər olubsa, bu dövr onları müzakirə etmək və həll etmək üçün çox əlverişli olacaq.
Tərəfdaşınıza qarşı daha çox empatiya göstərmək, onun hisslərini anlamağa çalışmaq və onun ehtiyaclarına cavab vermək münasibətlərinizi daha sağlam və güclü edəcək. Öz hisslərinizi daha açıq şəkildə ifadə edərək, qarşınızdakı insanın da sizə daha çox yaxınlaşmasını və anlayış göstərməsini təmin edə bilərsiniz. Yalnız olan balıqlar üçün də bu dövr yeni tanışlıqlar qurmaq və romantik münasibətlərə başlamaq üçün çox əlverişlidir. Yeni insanlarla tanışlıq bu günlərdə çox dərin və mənalı əlaqələr qurmaq şansı verəcək. Həmçinin dostlarınıza qarşı daha çox diqqət göstərmək, onların ehtiyaclarını dinləmək və onlara dəstək olmaq sizə daxili rahatlıq verəcək və sosial dairənizi daha da genişləndirəcək. Şəxsi münasibətlərdə empatiya, dürüstlük və qarşılıqlı anlayış sizə daha güclü əlaqələr qurmağa kömək edəcək. Günün sonunda şəxsi münasibətlərinizdə irəliləyişlər gözlənilir və bu dövrü həm emosional, həm də sosial baxımdan faydalı keçirmiş olacaqsınız. Sağlamlıq. Bugün balıq bürcü üçün sağlamlıqla bağlı diqqətli və balanslı yanaşma vacib olacaq. Həm fiziki, həm də emosional sağlamlığınıza diqqət yetirmək ümumi rifahınızı artıracaq. Emosional tərəfdən öz hisslərinizi düzgün ifadə etmək və stressdən uzaq durmağa çalışmaq vacibdir. Meditasiya, nəfəs məşqləri, yoga kimi sakitləşdirici fəaliyyətlər sizin daxili balansınızı qorumağa kömək edəcək və həyatınızın hər sahəsində daha güclü hiss etmənizi təmin edəcək. Stressin idarə edilməsi və sakitləşmə zamanı xüsusilə duyğusal və ruhsal sağlamlığınıza diqqət etmək faydalıdır. Eyni zamanda fiziki fəaliyyət və sağlam qidalanma da gündəlik həyatınızda daha çox ön planda olacaq. İdman etmək, təbii qidalarla qidalanmaq və kifayət qədər yuxu almaq sizə daha çox enerji və güc verəcək. Həm fiziki, həm də emosional tərəfdən özünüzə yaxşı baxmaq bu dövrün sonunda sağlamlığınızı daha da gücləndirəcək və ümumi rifahınızı yaxşılaşdıracaq. Sosial həyat. Sosial mühitdə balıq bürcü üçün bugün daha çox insanlarla əlaqə qurmaq və yeni tanışlıqlar etmək üçün müsbət bir dövr olacaq. Sosial dairənizdəki insanlarla daha çox zaman keçirərək, əlaqələrinizi möhkəmləndirə və başqalarına kömək edərək daxili məmnuniyyətinizi artıracaqsınız. Başqalarına yardım etmək və onların problemlərini dinləmək sizə sosial mühitdə böyük uğurlar gətirəcək. Eyni zamanda başqaları ilə daha dərindən əlaqə qurmaq, xüsusilə yeni insanlar tanımaq bu dövrün mühüm xüsusiyyətlərindəndir. Bu, həm də yeni dostluqlar qurmaq və həyatınıza yeni insanları daxil etmək üçün mükəmməl bir dövrdür. Dostlarınıza qarşı diqqət göstərmək, onlara dəstək olmaq və ehtiyac duyduqları anlarda yanında olmaq sizə daxili rahatlıq və məmnuniyyət verəcək. Sosial həyatınızdakı qarşılıqlı anlayış və dəstək bu dövrü daha müsbət və dərin təcrübələrlə keçirməyinizə kömək edəcək. Ümumilikdə 17 mart 2025-ci il balıq bürcü üçün həm şəxsi, həm də peşəkar həyatında əhəmiyyətli irəliləyişlər və yeni başlanğıclar gətirəcək bir gündür. Bu dövrün enerjisi sizə həm daxili balansınızı, həm də xarici münasibətlərinizi gücləndirmək üçün çox əlverişlidir. Peşəkar sahədə yaradıcı və intuitiv yanaşmalarınızla uğurlar əldə edəcək, şəxsi həyatda isə daha güclü və səmimi əlaqələr quracaqsınız. Sağlamlığınıza diqqət yetirmək və sosial mühitdə aktiv olmaq həyatınıza müsbət təsirlər gətirəcək. Həmçinin özünüzə qarşı daha çox diqqət göstərmək və başqalarına kömək etmək bu dövrün əsas açarlarından biridir. Bu günün sonunda özünüzü daha güclü, daha məmnun və daha balanslı hiss edəcəksiniz. Qoç bürcü. 17 mart 2025-ci il Qoç bürcünün proqnozu. Bugün Qoç bürcü üçün yüksək enerjili, motivasiyalı və irəliləyişlərə açıq bir gündür. Həyatınızdakı dəyişikliklərə açıq olmaq və yeni imkanları dəyərləndirmək üçün mükəmməl bir dövrdəsiniz. İntuisiyanızın və enerjinizin sizi yönləndirməsi ilə bu günlərdə həm şəxsi, həm də peşəkar həyatda əhəmiyyətli addımlar ata bilərsiniz. Özünüzü güclü hiss edəcək, qarşınıza çıxan çətinlikləri aşma qabiliyyətinizi daha da artıracaqsınız. Bütün bunlarla yanaşı, uğurlarınızı daha yüksək zirvələrə daşımaq üçün güc və iradə sərf edəcəyiniz bir dövrə qədəm qoyursunuz. Günün sonunda əldə etdiyiniz uğurlar və dəyişikliklər sizi daha da irəlilədəcək, həm də həyatda daha müsbət bir perspektiv qazanmağınıza kömək edəcək. Peşəkar həyat. İş həyatında bugün Qoç bürcünü dinamik bir dövr gözləyir. Yaradıcı və yeni ideyalarla iş yerindəki problemlərə həll yolları tapma şansınız yüksəkdir. Bugün xüsusilə yeni layihələr və təşəbbüslərlə bağlı böyük irəliləyişlər əldə edə bilərsiniz.
Əgər yeni bir təklif və ya layihə ilə qarşılaşırsınızsa, bu sizin intuisiya və inamınızın önə çıxacağı bir an olacaq. Əməkdaşlarınızla və rəhbərliklə əlaqələrinizdə müsbət təsir yaratmaq sizi daha da irəlilədəcək. Bu dövrdə liderlik bacarıqlarınızı nümayiş etdirərək iş mühitində daha çox nüfuz və hörmət qazana bilərsiniz. Yüksək enerjiniz və təşəbbüskarlığınız sizi yeni mövqelərə gətirə bilər. Özünüzə inamınızın artması həm də karyeranızda yeni imkanlar və mövqelər əldə etməyinizə şərait yaradacaq. Bu dövr həm də fərqli sahələrdə özünüzü sınamaq və yeni təcrübələr əldə etmək üçün çox əlverişlidir. Yaradıcı yanaşmalar və komandada işləmək bacarığınız iş həyatınızda uğurlu nəticələr əldə etməyə səbəb olacaq. Peşəkar həyatınızdakı yüksəlişlər həm şəxsi, həm də iş mühitində sizi daha önə çıxaracaq. Şəxsi münasibətlər. Şəxsi münasibətlərdə isə Qoç bürcü bugün çox daha açıq və dürüst olacaq. Hisslərinizi ifadə etmək və yaxınlarınıza qarşı daha çox anlayış və diqqət göstərmək münasibətlərinizin inkişafına gətirib çıxaracaq. Bu dövr həm də mövcud münasibətlərdəki əlaqələrinizi gücləndirmək və daha sağlam bir əlaqə qurmaq üçün mükəmməl bir vaxtdır. Əgər münasibətlərdə əvvəlki zamanlarda müəyyən problemlər olubsa, onları dürüst şəkildə müzakirə etmək və həll etmək bu günlərdə çox faydalı olacaq. Özünüzü, tərəfdaşınızı daha yaxşı anlamağa çalışaraq münasibətlərinizi daha sağlam və güclü hala gətirə bilərsiniz. İstər romantik münasibətlərdə, istərsə də dostluqlarda daha çox açıq ünsiyyət və qarşılıqlı dəstək ön plana çıxacaq. Yalnız olan Qoç bürcləri üçün də bu dövr yeni insanlarla tanışmaq və romantik əlaqələr qurmaq üçün müsbət bir dövr olacaq. Yeni əlaqələr və tanışlıqlar qurmaq sizin üçün çox dərin və mənalı bir təcrübə olacaq. Dostlarınıza qarşı göstərdiyiniz diqqət və onların ehtiyaclarına olan həssaslıq münasibətlərinizin güclənməsinə və daha sağlam hala gəlməsinə səbəb olacaq. Sağlamlıq. Sağlamlıq baxımından Qoç bürcü üçün bugün özünə diqqət göstərmək çox önəmlidir. Fiziki sağlamlığınızın yaxşı vəziyyətdə olması və emosional rifahınızı qorumağınız üçün diqqətli olmalısınız. Aktiv həyat tərzi sürmək və idman etmək bu dövrün ən önəmli elementlərindəndir. Həmçinin sağlam qidalanmaq, düzgün yuxu rejimi və bədəninizə yaxşı baxmaq sizin enerjinizi artıracaq. Bu dövr özünüzə qayğı göstərərək daha çox enerji və həyat keyfiyyəti qazanacağınız bir dövrdür. Duyğusal və zehni sağlamlığınızı qorumaq üçün meditasiya, nəfəs məşqləri və digər rahatlama üsullarına yönəlmək də faydalı olacaq. Özünüzə vaxt ayırmaq və gündəlik həyatda daha çox sakit anlar yaratmaq stresin idarə edilməsinə kömək edəcək. Fiziki və emosional balansı qorumaqla bu dövrün sonunda daha güclü və sağlam bir hiss edəcəksiniz. Bu dövrün sağlamlıq baxımından sizə təqdim etdiyi ən böyük üstünlük daxili balansınızı qorumağınız və ümumi rifahınızı artırmağınızdır. Sosial həyat. Sosial mühitdə Qoç bürcü bugün daha aktiv olacaq və yeni tanışlıqlar qurmaq, əlaqələr yaratmaq üçün çox əlverişli bir dövr yaşayacaq. Sosial dairənizdəki insanlarla daha yaxın əlaqə quracaq, dostlarınıza daha çox vaxt ayıracaqsınız. Bu dövrün ən böyük xüsusiyyətlərindən biri də başqalarına yardım etmək, onların ehtiyaclarını dinləmək və dəstək olmaqdır. Başqalarına kömək etmək sizə daxili rahatlıq və məmnuniyyət verəcək, həmçinin sosial şəbəkələrinizdə daha güclü əlaqələr qurmanıza səbəb olacaq. İnsanlarla daha dərindən əlaqə qurmaq həm iş, həm də şəxsi həyatınızdakı münasibətlərinizi daha da möhkəmləndirəcək. Eyni zamanda başqaları ilə birgə fəaliyyətlərə qatılmaq, sosial dairənizi genişləndirmək və yeni təcrübələr əldə etmək çox faydalı olacaq. Sosial həyatda daha çox empatiya və anlayış göstərmək, yeni dostluqlar qurmağa və ətrafınızdakı insanlarla dərin əlaqələr yaratmağa kömək edəcək. Ümumilikdə 17 mart 2025-ci il Qoç bürcü üçün həm şəxsi, həm də peşəkar həyatında müsbət dəyişikliklər və irəliləyişlər gətirəcək bir gündür. Bu günlərdə yüksək enerjiniz və motivasiyanız sayəsində həyatınızdakı çətinliklərə qarşı mübarizə aparmaq və uğurlar əldə etmək üçün çox əlverişli bir vaxtdır. Peşəkar həyatınızda yeni layihələr və təşəbbüslər sizi daha da irəlilədəcək. Şəxsi münasibətlərinizdə səmimiyyət, dürüstlük və qarşılıqlı dəstək ön plana çıxacaq, bu da əlaqələrinizin daha sağlam və güclü olmasına gətirib çıxaracaq. Sağlamlığınıza diqqət yetirmək və sosial mühitdə daha çox aktiv olmaq həyatınıza müsbət təsir göstərəcək. Günün sonunda əldə etdiyiniz uğurlar və yeni əlaqələr sizi daha güclü və daha balanslı bir vəziyyətə gətirəcək. Bu dövr sizə həm fiziki, həm də emosional baxımdan daha sağlam və güclü olmağı təmin edəcək.
Enerjinizin və motivasiyanızın sizi irəlilətməsi böyük uğurlar əldə etməyinizə səbəb olacaq. Boğa bürcü 17 mart 2025-ci il Boğa bürcünün proqnozu. Bugün Boğa bürcü üçün yeniliklər və irəliləyişlər baxımından çox maraqlı və dinamik bir gündür. Enerjinizin yüksək olması və motivasiyanızın artması sizin həyatınızdakı bəzi qarışıqlıqları və maneələri aşmağınızda kömək edəcək. Bu günlərdə qarşılaşacağınız imkanlar və çətinliklər sizi həm şəxsi, həm də peşəkar həyatınızda böyük bir irəliləyişə doğru aparacaq. Hətta ən kiçik addımlar belə sizə uzun müddətli və müsbət nəticələr gətirəcək. Bu dövr diqqətinizi hədəflərinizə yönəltmək, daha mütəşəkkil və planlı hərəkət etmək üçün əla vaxtdır. Həm daxili gücünüz, həm də xarici imkanlar sizi həyatınızdakı ən böyük məqsədlərinizə yaxınlaşdıracaq. Həm şəxsi münasibətlərinizdə, həm də iş dünyasında yeni müsbət dəyişikliklər yaşanacaq. Bununla yanaşı tələskən olmamağa və hər addımınızı ehtiyatla atmağa diqqət yetirməlisiniz. Bu dövr sizin üçün həm şəxsi həyatınızdakı, həm də peşəkar həyatda yeni inkişaflara yol açacaq. Peşəkar həyat. İş dünyasında Boğa bürcünü gözləyən yeni və maraqlı imkanlar var. İş yerində daha böyük layihələr, yeni vəd edən təşəbbüslər və ya mövqelər ilə qarşılaşa bilərsiniz. Bu dövr öz bacarıqlarınızı və təcrübənizi daha geniş sahələrdə tətbiq etmək üçün ideal vaxtdır. Ancaq unutmayın ki, tələsməməli və hər bir addımı diqqətlə atmalısınız. İntuisiyanız və analitik düşünmə bacarığınız peşəkar həyatda sizi fərqləndirəcək və uğurlarınızı artıracaq. Bu dövr həm də liderlik bacarıqlarınızı nümayiş etdirmək üçün çox əlverişlidir. Yaxşı təşkilatçılıq və işin planlaşdırılması mövzusunda daha çox məsuliyyət almaq sizə daha yüksək mövqelərə və yeni imkanlara doğru yol açacaq. Həm də komanda işindəki bacarıqlarınızla kollektiv işlərdə müsbət dəyişikliklər edə və iş yoldaşlarınızla daha sıx əlaqələr qurmağı bacaracaqsınız. Bu dövrün sonunda karyeranızda əldə edəcəyiniz uğurlar sizi həm şəxsi, həm də peşəkar həyatınızda daha da irəlilədəcək. Eyni zamanda iş mühitində qarşılaşacağınız yeni əlaqələr və tanışlıqlar, peşəkar şəbəkənizi genişləndirmək və uzun müddətli əlaqələr qurmaq üçün mükəmməl bir fürsət yaradacaq. Bu günlərdə əldə edəcəyiniz uğurlar və irəliləyişlər sizə yeni və daha böyük hədəflər üçün motivasiya verəcək. Şəxsi münasibətlər. Bugün şəxsi münasibətlərdə daha səbirli, anlayışlı və empatik olmağınız lazım olacaq. Boğa bürclərinin təbii xüsusiyyətlərindən biri olan sabırlı və sadiq təbiətiniz bu dövrdə tərəfdaşlarınızla və yaxın dostlarınızla daha sıx əlaqə qurmağınıza kömək edəcək. Əgər əvvəllər bəzi münasibətlərdə anlaşılmazlıqlar və ya mübahisələr yaranıbsa, bugün bunları açıq şəkildə müzakirə etmək və həll etmək üçün çox yaxşı bir zamandır. Yaxınlarınıza qarşı daha çox diqqət və anlayış göstərməniz əlaqələrinizin daha sağlam və uzun müddətli olmasına səbəb olacaq. Münasibətlərdəki səmimiyyət və qarşılıqlı dəstək aranızdakı əlaqələri gücləndirəcək. Bu dövr həm də yalnız olan boğalar üçün yeni romantik əlaqələr qurmaq və ya tanışlıqlar yaratmaq üçün əlverişlidir. Tanış olduğunuz yeni insanlarla dərin və mənalı əlaqələr qurmaq sizə böyük məmnuniyyət verəcək. Bu günlərdə əlaqələrdə dürüstlük və açıqlıq vacib olacaq, bu da sizin daha dərin bağlar yaratmağınıza kömək edəcək. Əgər əvvəllər bəzi münasibətlərdə gərginlik olubsa, bugün bunları çözmək və əlaqələri möhkəmləndirmək üçün doğru bir zaman olacaq. Birlikdə daha çox vaxt keçirmək münasibətlərinizi daha yaxşı başa düşməyə və qarşılıqlı dəstəyinizi artırmağa imkan yaradacaq. Bu dövr həm də dostlarınıza daha çox diqqət ayırmaq və onlara dəstək olmaq aranızdakı əlaqələri gücləndirəcək. Həmçinin ailə üzvlərinizlə daha çox vaxt keçirmək qarşılıqlı dəstək və anlayışı artıracaq. Sağlamlıq. Boğa bürcü üçün sağlamlıqla bağlı bu dövr çox vacibdir. Fiziki və emosional sağlamlığınıza diqqət yetirmək ümumi həyat keyfiyyətinizi artıracaq. Günün enerjisi sizi daha fəal olmağa və sağlam həyat tərzi sürməyə təşviq edəcək. Fiziki aktivliyə vaxt ayırmaq, idmanla məşğul olmaq və sağlam qidalanma vərdişlərinə riayət etmək bu dövrün vacib elementlərindəndir. Bu dövr həm də bədəninizə olan ehtiyacları dinləmək, rahatlamağa və özünüzə diqqət yetirmək üçün mükəmməl bir dövrdür. Duyğusal sağlamlığınıza da diqqət yetirmək lazımdır. Zehni rahatlama və stresin azaldılması üçün meditasiya, nəfəs məşqləri və sakitləşdirici fəaliyyətlərə yönəlmək çox faydalı olacaq.
Bu dövrün sonunda sağlamlığınızın daha güclü olduğunu hiss edəcək, bədən və zehni balansınızı qorumağa daha çox diqqət yetirəcəksiniz. Həmçinin yuxu rejiminə və ümumi həyat tərzinizə daha çox diqqət ayırmaq sağlamlığınızı yaxşılaşdıracaq və enerjinizi artıracaq. Sosial həyat. Sosial həyatınızda bugün yeni tanışlıqlar və əlaqələr qurmaq üçün çox əlverişli bir dövr başlayır. İnsanlarla daha sıx əlaqələr quracaq, sosial dairənizdəki insanlarla daha çox vaxt keçirmək istəyəcəksiniz. Boğa bürcləri təbii olaraq səbirli və anlayışlı insanlardır. Bu xüsusiyyətinizi sosial həyatda istifadə edərək daha güclü əlaqələr yaradacaqsınız. Sosial şəbəkənizi genişləndirmək, yeni insanlarla tanış olmaq və onlarla daha dərin əlaqələr qurmaq üçün mükəmməl bir dövrdür. Həm də başqalarına kömək etmək və onların problemlərinə həssas yanaşmaq sizin sosial həyatınızı daha da zənginləşdirəcək. Bu dövr həm də dostlarınıza və yaxınlarınıza daha çox diqqət ayırmaq və onları dəstəkləmək üçün çox əlverişlidir. Eyni zamanda başqalarına yardım etmək və onların ehtiyaclarını dinləmək sosial dairənizdəki insanlarla daha dərin bağlar qurmanıza səbəb olacaq. Bu dövrün sonunda sosial dairənizdə daha çox etibar qazanacaq və güclü əlaqələr yaradacaqsınız. Ümumilikdə 17 mart 2025-ci il Boğa bürcü üçün həm şəxsi, həm də peşəkar həyatında müsbət dəyişikliklər və irəliləyişlər gətirən bir gündür. Bu günlərdə hədəflərinizə doğru irəliləmək və yeni imkanlardan faydalanmaq üçün çox əlverişlidir. Peşəkar həyatınızda yeni layihələr və təşəbbüslər sizə irəliləyişlər gətirəcək. Şəxsi münasibətlərinizdə səmimi və dürüst yanaşmalar əlaqələrinizi gücləndirəcək və qarşılıqlı dəstəyi artıracaq. Sağlamlığınıza diqqət yetirmək həm fiziki, həm də emosional balansınızı qorumağa kömək edəcək. Sosial mühitdə daha aktiv olmaq və yeni əlaqələr qurmaq həyatınıza müsbət təsir göstərəcək. Bu dövrün sonunda əldə etdiyiniz uğurlar və irəliləyişlər sizi daha güclü və balanslı edəcək. Bu dövr həyatınızı daha yaxşı bir istiqamətə yönləndirmək və yeni başlanğıclar etmək üçün mükəmməl bir vaxtdır. Əkizlər bürcü. 17 mart 2025-ci il Əkizlər bürcünün proqnozu. Bugün Əkizlər bürcünü yeni imkanlar və güclü dəyişikliklər gözləyir. Günün enerjisi sizə həm peşəkar, həm də şəxsi həyatda yeni başlanğıclar üçün ilham verəcək. Yüksək motivasiya və enerjinizlə irəlilədikcə yeni hədəflərə doğru atdığınız hər addım sizi uğura yaxınlaşdıracaq. İntuisiyanız və analitik düşüncə qabiliyyətiniz bu dövrdə ön planda olacaq, bu da qarşınıza çıxan imkanları daha dərindən anlamağa kömək edəcək. Lakin tələskənlikdən qaçınmaq və hər bir qərarı diqqətlə düşünərək vermək vacibdir. Bu günlərdə gələcək üçün yeni layihələrə başlamaq və uzun müddətli məqsədlərinizə doğru irəliləmək üçün mükəmməl bir vaxtdır. Həm daxili gücünüz, həm də xarici şəbəkələrdən əldə edəcəyiniz dəstək sizi uğura aparacaq. Peşəkar həyat. İş həyatında Əkizlər bürcünü yeni imkanlar və irəliləyişlər gözləyir. Bugün yaradıcılığınızı və yenilikçi yanaşmalarınızı iş dünyasında tətbiq etmək üçün ideal bir vaxtdır. Yeni layihələrə başlamaq, yeni təşəbbüslər ortaya qoymaq və mövcud işlərdə irəliləyişlər əldə etmək üçün enerjiniz və motivasiyanız sizi itələyəcək. Təcrübənizdən və biliklərinizdən istifadə edərək iş yerindəki problemləri həll edə biləcək və çox mühüm irəliləyişlər əldə edəcəksiniz. Əgər yeni bir iş təklifi alırsınızsa və ya karyeranızda daha yüksək mövqeyə yüksəlmək istəyirsinizsə, bu dövr buna çox əlverişlidir. Eyni zamanda başqaları ilə güclü əməkdaşlıq və əlaqələr quraraq iş dünyasında daha geniş şəbəkələrə sahib ola bilərsiniz. İntuisiyanız iş mühitində sizi düzgün istiqamətləndirəcək, amma hər bir addımı tələsik atmaqdan çəkinməlisiniz. Bu dövr həm də şəxsi inkişafınıza diqqət yetirmək, peşəkar biliklərinizi artırmaq və yeni bacarıqlar əldə etmək üçün əlverişlidir. Şəxsi münasibətlər. Şəxsi münasibətlərdən Əkizlər bürcü bugün qarşılıqlı anlayış və səmimi ünsiyyətə ehtiyac duyur. Bu dövr başqalarına qarşı açıq, dürüst və empatik olmaq üçün mükəmməl bir zamandır. Əgər əvvəlki münasibətlərinizdə bəzi anlaşılmazlıqlar olubsa, bugün bunları açıq şəkildə müzakirə etmək və həll etmək üçün əla bir fürsət var. Tərəfdaşınıza və yaxınlarınıza qarşı göstərdiyiniz diqqət və anlayış münasibətlərinizin daha sağlam və möhkəm olmasına səbəb olacaq. Həm də yalnız olan Əkizlər üçün bu dövr yeni insanlarla tanışlıq və romantik əlaqələr qurmaq üçün əlverişlidir.
Yeni münasibətlərə başlamaq üçün ideal bir zaman olsa da, keçmişdəki münasibətlərdə yaşanan çətinlikləri tamamilə arxada qoyub yeni başlanğıclar etmək faydalı olacaq. Romantik münasibətlərdə qarşılıqlı dəstək və empatiya güclü olacaq, bu da əlaqənizi daha da dərinləşdirəcək. Eyni zamanda dostlarınıza və ailənizə daha çox vaxt ayırmaq, sosial dairənizdəki bağları möhkəmləndirəcək. Onlarla daha çox ünsiyyət qurmaq və ortaq maraqlar üzərində düşünmək sizi daha yaxın və bağlı edəcək. Sağlamlıq. Sağlamlıqla bağlı Əkizlər bürcünün bu dövrü bədən və zehni balansı qorumaq üçün mühüm bir zamandır. Enerjiniz yüksək olsa da fiziki və zehni istirahətə ehtiyacınız olacaq. Günün enerjisi sizi aktiv və hərəkətli olmağa təşviq edir, amma bəzən bu yorğunluq və ya stresə səbəb ola bilər. Buna görə də bədəninizi dinləmək və istirahətə vaxt ayırmaq vacibdir. Fiziki məşqlər və sadə bir gəzinti günün stresindən azad olmağa kömək edəcək. Sağlam qidalanma və düzgün yuxu rejimi də bu dövrün vacib amillərindəndir. Eyni zamanda zehni rahatlamaq üçün meditasiya və nəfəs məşqlərinə vaxt ayırmaq da faydalı olacaq. Stressin idarə edilməsi həm bədəninizi, həm də zehni vəziyyətinizi yaxşılaşdıracaq. Bu dövrün sonunda sağlamlığınızın daha da gücləndiyini hiss edəcək və enerjinizin artdığını görəcəksiniz. Sosial həyat. Sosial həyatınızda bu dövr çox dinamik və maraqlı olacaq. Yaxın dostlarınızla daha çox vaxt keçirmək və yeni insanlarla tanış olmaq imkanları sizi gözləyir. Sosial şəbəkələrinizi genişləndirmək, yeni əlaqələr qurmaq və həm şəxsi, həm də peşəkar həyatda faydalı insanlarla tanış olmaq üçün mükəmməl bir dövr olacaq. Başqalarına qarşı səmimi və açıq fikirli yanaşmalar dostlarınızla əlaqələrinizi daha güclü edəcək. Eyni zamanda başqalarına dəstək olmaq və onların ehtiyaclarına empatiya ilə yanaşmaq, sosial dairənizdə daha möhkəm bağlar qurmanıza kömək edəcək. Sosial mühitdəki aktivliyiniz sizin daha çox məmnuniyyət və enerji əldə etməyinizə səbəb olacaq. Dostlarınızla və yaxınlarınızla ortaq məqsədlər üzərində işləmək və bir-birinizə dəstək olmaq həyatınıza daha çox dinamizm gətirəcək. Bu dövrün sonunda sosial dairənizdəki əlaqələr daha da güclənəcək və ətrafınızdakı insanlardan daha çox dəstək əldə edəcəksiniz. Ümumilikdə 17 mart 2025-ci il Əkizlər bürcü üçün həm şəxsi, həm də peşəkar həyatda müsbət dəyişikliklər və irəliləyişlər gətirən bir gündür. Bu günlərdə yeni imkanlardan faydalanmaq, yeni əlaqələr qurmaq və həyatınızdakı dəyişikliklərə açıq olmaq sizə böyük uğurlar gətirəcək. Peşəkar həyatda yeni iş təklifləri və karyera imkanları, şəxsi münasibətlərdə isə qarşılıqlı dəstək və səmimi ünsiyyət ön plana çıxacaq. Sağlamlığınıza diqqət yetirmək həm bədəninizi, həm də zehni sağlamlığınızı gücləndirmək üçün vacib olacaq. Sosial həyatınızda aktiv olmaq, yeni tanışlıqlar yaratmaq və mövcud əlaqələri gücləndirmək həyatınıza müsbət təsir edəcək. Ümumilikdə bu dövr sizin üçün çox məhsuldar olacaq və həyatınızdakı ən mühüm məqsədlərə doğru irəliləmək üçün çox əlverişlidir. Xərçəng bürcü. 17 mart 2025-ci il Xərçəng bürcünün proqnozu. Bugün Xərçəng bürcü üçün həyatın müxtəlif sahələrində böyük dəyişikliklərə və yeniliklərə açıq olduğunuz bir gündür. Günün enerjisi sizi yeni imkanlar və inkişaflarla qarşılaşdıracaq. Hisslərinizin və intuisiyanızın çox güclü olduğu bu dövrdə daxili səsinizə güvənmək sizə doğru istiqaməti göstərməklə yanaşı, həyatda daha çox məmnuniyyət və uğur əldə etməyə kömək edəcək. Bu günlərdə baş verəcək hər bir dəyişiklik və yenilik həyatınıza müsbət təsir göstərəcək və uzun müddətli məqsədlərinizə doğru daha böyük addımlar atmağınıza imkan yaradacaq. Xərçəng bürcü üçün bu dövr həm daxili gücün artırılması, həm də xarici imkanların doğru şəkildə qiymətləndirilməsi üçün çox əlverişlidir. Bu, həm şəxsi, həm də peşəkar həyatınızda əhəmiyyətli irəliləyişlər əldə etmək üçün mükəmməl bir vaxtdır. Peşəkar həyat. Peşəkar həyatda bu dövr çox dinamik və yeni imkanlarla zəngindir. Xərçəng bürcü üçün iş dünyasında müsbət irəliləyişlər və yeni başlanğıclar gözlənilir. Əgər yeni layihələrə başlamağı düşünürsünüzsə və ya mövcud işinizdə dəyişikliklər etmək istəyirsinizsə, bu dövr bunun üçün çox əlverişlidir. İntuisiyanız sizi düzgün istiqamətləndirəcək və öz bacarıqlarınızı ən yaxşı şəkildə ortaya qoymağa kömək edəcək. İndi başqalarına dəstək olmaq və onların ideyalarına açıq olmaq sizə həm şəxsi inkişaf, həm də yeni iş imkanları gətirəcək. İştirak edəcəyiniz kollektiv işlərdə və ya yeni peşəkar əlaqələr qurmaqda liderlik bacarıqlarınız ön planda olacaq.
Bu günlərdə həm komanda işində, həm də tək başına işləyərkən göstərəcəyiniz müsbət yanaşmalar sizi həm iş yoldaşlarınızın, həm də rəhbərliyinizin gözündə dəyərləndirəcək. Yaradıcı fikirləriniz və hərəkətə keçmək bacarığınız sizə iş yerində əhəmiyyətli bir yer qazandıra bilər. Karyerada yüksəlmək və yeni imkanlarla qarşılaşmaq bu dövrün əsas faydalarından biridir. Şəxsi münasibətlər. Şəxsi həyatda bugün münasibətlərinizin daha dərindən və səmimi olmasına diqqət yetirəcəyiniz bir gündür. Hisslərinizin çox güclü olduğu və empatiyanın ön planda olduğu bir dövrə girirsiniz. Bu günlərdə həm tərəfdaşınızla, həm də yaxınlarınızla qarşılıqlı anlayış, etibar və hörmətə əsaslanan əlaqələr qurmaq çox vacib olacaq. Əgər əlaqənizdə hər hansı bir gərginlik və ya anlaşılmazlıq varsa, bu dövr bu məsələləri açıq şəkildə müzakirə etmək və həll etmək üçün əlverişlidir. İstədiyiniz nəticəyə çatmaq üçün səmimi və dürüst ünsiyyət çox önəmlidir. Eyni zamanda yalnız olan xərçənglər üçün bu dövr yeni romantik əlaqələr və tanışlıqlar üçün əlverişlidir. Yeni insanlarla tanışlıq və dərindən əlaqələr qurmaq şansınız yüksəkdir. Romantik münasibətlərdə qarşılıqlı anlayış və dəstək çox vacib olacaq, bu da əlaqələrinizi daha sağlam və uzun müddətli etməyə kömək edəcək. Ailənin üzvləri ilə, dostlarla və digər yaxın insanlarla münasibətləri gücləndirmək və daha çox zaman keçirmək həyatınıza müsbət təsir edəcək. Keçmişdəki səhvləri və anlaşılmazlıqları unudub, yeni bir başlanğıc etmək şəxsi həyatınızda daha xoşbəxt və məmnun olmanıza səbəb olacaq. Sağlamlıq. Sağlamlıqla bağlı bu dövr özünüzə diqqət yetirmək və bədəninizi dinləmək üçün çox yaxşı bir zaman olacaq. Enerjiniz yüksək olsa da bədəninizin istirahətə ehtiyacı olduğunu unutmamalısınız. Bu günlərdə stressdən uzaq qalmaq və fiziki aktivliyə vaxt ayırmaq vacibdir. Gündəlik məşqlər, idman və ya sadə bir gəzinti bədəninizin güclənməsinə və enerjinizin artmasına kömək edəcək. Həmçinin düzgün qidalanma və kifayət qədər yuxu sağlamlığınızı qorumaq və ümumi rifahınızı artırmaq üçün əhəmiyyətlidir. Zehni sağlamlığınızı qorumaq üçün də meditasiya, nəfəs məşqləri və sakitləşdirici fəaliyyətlərə yönəlmək faydalı olacaq. Stressi idarə etmək sizi daha sakit və balanslı bir insan edəcək. Bu dövrün sonunda həm fiziki, həm də zehni sağlamlığınızın yaxşılaşdığını hiss edəcəksiniz və özünüzü daha güclü və daha enerjili hiss edəcəksiniz. Sosial həyat. Sosial həyatınızda bugün yeni tanışlıqlar və faydalı əlaqələr qurmaq üçün çox əlverişlidir. Sosial dairənizi genişləndirmək və yeni insanlarla tanış olmaq həm şəxsi, həm də peşəkar həyatınıza müsbət təsir göstərəcək. Dostlarınızla daha çox vaxt keçirmək və onlara dəstək olmaq sosial əlaqələrinizi möhkəmləndirəcək. Eyni zamanda başqalarına yardım etmək, onların problemlərini dinləmək və onlara dəstək olmaq sizə daxili məmnuniyyət və sosial dairənizdə daha güclü bağlar qurma imkanı verəcək. Sosial mühitdə daha çox aktiv olmaq həyatınıza yeni perspektivlər və imkanlar gətirəcək. Bu dövrün sonunda həm şəxsi, həm də peşəkar sahələrdə sosial əlaqələriniz daha da möhkəmlənəcək və ətrafınızdakı insanlardan daha çox dəstək əldə edəcəksiniz. Ümumilikdə 17 mart 2025-ci il Xərçəng bürcü üçün əhəmiyyətli dəyişikliklər və müsbət irəliləyişlərlə dolu bir gündür. Bu günlərdə həm şəxsi, həm də peşəkar həyatınızda böyük irəliləyişlər əldə etmək, yeni imkanlardan faydalanmaq və münasibətlərdə dərinləşmək üçün mükəmməl bir dövrdür. Peşəkar sahədə yeni layihələrə başlamaq və ya mövcud işlərdə irəliləyiş əldə etmək şansınız yüksəkdir. Şəxsi münasibətlərdə qarşılıqlı anlayış və empatiya əlaqələrinizi daha sağlam və möhkəm edəcək. Sağlamlığınıza diqqət yetirmək və bədəninizə vaxt ayırmaq sizə enerji və güc verəcək. Sosial həyatınızda isə yeni tanışlıqlar və əlaqələr qurmaq həyatınıza yeni dinamizm gətirəcək. Ümumilikdə bu dövr Xərçəng bürcü üçün həyatınızdakı müsbət dəyişikliklərə açıq olmaq və daha böyük uğurlar əldə etmək üçün çox əlverişlidir. Həyatınıza yeni bir istiqamət vermək və daha yüksək məqsədlərə doğru irəliləmək üçün mükəmməl bir vaxtdır. Şir bürcü. 17 mart 2025-ci il Şir bürcünün proqnozu. 17 mart 2025-ci il Şir bürcü üçün həyatda əhəmiyyətli dəyişikliklər və inkişaflar gözlənilən bir gündür. Bu günlərdə özünüzü daha güclü, enerjili və motivasiyalı hiss edəcəksiniz. Hər bir addımda irəliləmək və öz hədəflərinizə doğru daha da yaxınlaşmaq üçün mükəmməl bir dövr olacaq.
Enerjinizin yüksək olması və müsbət düşüncələrinizin sizi irəlilətməsi bu dövrün sonuna doğru daha böyük uğurlar əldə etməyinizə səbəb olacaq. Eyni zamanda həyatınızdakı yeni imkanlar və irəliləyişlər qarşısında açıq olmaq sizi həm şəxsi, həm də peşəkar həyatda çox faydalı dəyişikliklərə aparacaq. Bu günlərdə həm daxili gücünüzü, həm də ətrafınızdakı insanlardan dəstək alaraq məqsədlərinizə doğru böyük addımlar atacaqsınız. Özünüzü ifadə etmək və arzularınızı həyata keçirmək üçün daha böyük bir şansa sahib olacaqsınız. Peşəkar həyat. İş dünyasında böyük inkişaf və müsbət dəyişikliklər gözlənilir. Şir bürcü üçün bu dövr yeni iş imkanları, layihələr və təkliflərlə zəngindir. Yaradıcı ideyalarınız və innovativ yanaşmalarınız sizə böyük üstünlük qazandıracaq. Bu günlərdə işinizdə fərqlənmək, yeni zirvələrə çatmaq və rəhbərlikdən yüksək qiymət almaq şansınız çox yüksəkdir. Peşəkar mühitdə özünüzü göstərə biləcəyiniz və uğurlar əldə edə biləcəyiniz çox əlverişli bir vaxtdır. Əgər yeni bir layihəyə başlamağı düşünürsünüzsə və ya mövcud işinizdə dəyişiklik etmək istəyirsinizsə, bu dövr bunun üçün çox əlverişlidir. İş yerində özünə inamınızın və yaradıcı yanaşmalarınızın yüksək olması, həmkarlarınızla əlaqələrinizin daha da möhkəmlənməsinə və sizə olan etibarın artmasına səbəb olacaq. Bu günlərdə işdəki yeni fürsətlərə açıq olmaq sizin peşəkar inkişafınızı sürətləndirəcək. Şir bürcünün bu dövrdə güclü liderlik bacarıqları və komanda işindəki müsbət yanaşması daha yüksək mövqelərə yüksəlməyə kömək edəcək. Şəxsi münasibətlər. Şəxsi həyatda bu dövr münasibətlərinizdə dərinlik və qarşılıqlı anlayışın artdığı bir zaman olacaq. Tərəfdaşınızla və yaxın insanlarla münasibətlərinizin daha səmimi və dürüst olması çox vacibdir. Hisslərinizin güclü olduğu bu dövrdə qarşılıqlı etibar və anlayış üzərində qurulmuş münasibətlər çox faydalı olacaq. Əgər əvvəllər münasibətlərinizdə hər hansı bir narahatlıq və ya gərginlik olubsa, bu günlərdə bunu açıq şəkildə müzakirə etmək və həll yolları tapmaq mümkün olacaq. Eyni zamanda yalnız olan şir bürcləri üçün bu dövr yeni tanışlıqlar və romantik əlaqələr qurmaq üçün çox əlverişlidir. İntuisiyanız və daxili hissləriniz sizi doğru insanlarla tanış edəcək. Bu dövrdə bir insanla əlaqə qurmaq istəsəniz, onunla əlaqədə dürüstlük, səmimiyyət və qarşılıqlı dəstək çox vacib olacaq. Şir bürcünün münasibətlərdəki müsbət yanaşması və empatiya bacarıqları əlaqələrinin daha sağlam və möhkəm olmasına gətirib çıxaracaq. Eyni zamanda yaxın dostlarınızla da daha çox vaxt keçirmək, onlara dəstək olmaq münasibətlərinizin daha sıx və güclü olmasına kömək edəcək. Sağlamlıq. Sağlamlıq baxımından bu dövr həm bədəninizə, həm də zehni sağlamlığınıza diqqət yetirmək üçün əlverişlidir. Enerjinizin yüksək olması sizi fiziki aktivliklərə yönləndirəcək və məşqlər sayəsində bədəniniz daha güclü və sağlam olacaq. Bununla yanaşı, həm bədən, həm də ruh sağlığınızın vacib olduğunu unutmamalısınız. Gündəlik həyatda stresin idarə edilməsi və zehni rahatlama üçün meditasiya, nəfəs məşqləri və ya sadə bir gəzinti ilə rahatlaşmaq faydalı olacaq. Sağlam qidalanma və kifayət qədər yuxu almaq ümumi sağlamlığınızı qorumağa kömək edəcək. Fiziki aktivliklə yanaşı, duzlu və ya şəkərli qidalardan uzaq durmaq uzun müddətli sağlamlığınız üçün faydalı olacaq. Bu dövrdə özünüzü daha enerjili və güclü hiss edəcəksiniz, ancaq bədəninizin ehtiyaclarını nəzərə alaraq onu çox yormamaq lazımdır. Sağlamlıqla bağlı hər hansı bir problem varsa, bu dövrdə onun üzərində işləmək və daha sağlam vərdişlər yaratmaq çox vacibdir. Sosial həyat. Sosial həyatınızda yeni tanışlıqlar və maraqlı əlaqələr qurmaq üçün çox əlverişli bir dövr olacaq. Şir bürcü üçün bu günlər həm şəxsi, həm də peşəkar həyatında yeni insanlarla tanış olmaq və əlaqələr qurmaq üçün ideal bir vaxtdır. Sosial dairənizi genişləndirmək və müxtəlif mühitlərdə iştirak etmək sizə yeni perspektivlər və faydalı təcrübələr qazandıracaq. Eyni zamanda dostlarınıza daha çox vaxt ayırmaq və onlara dəstək olmaq aranızdakı münasibətləri möhkəmləndirəcək. Sosial həyatınızda qarşılıqlı empatiya və başqalarına səmimi yanaşma çox vacib olacaq. Bu dövrün sonunda sosial dairənizdəki əlaqələr daha da möhkəmlənəcək və ətrafınızdakı insanlardan daha çox dəstək əldə edəcəksiniz. Sosial mühitdə aktiv olmaq həyatınıza yeni dinamizm gətirəcək və insanların yanında daha çox tanınmanıza kömək edəcək. Ümumilikdə 17 mart 2025-ci il Şir bürcü üçün həm şəxsi, həm də peşəkar həyatında irəliləyişlər və müsbət dəyişikliklər gətirən bir gündür. Enerjinizin və motivasiyanızın yüksək olduğu bu dövr yeni imkanlar və uğurlar əldə etmək üçün çox əlverişlidir.
Peşəkar sahədə yeni layihələr və karyera yüksəlişləri gözlənilir, şəxsi münasibətlərdə isə qarşılıqlı anlayış və dəstək ön planda olacaq. Sağlamlıqla bağlı diqqətli olmaq və həyatınıza sağlam vərdişlər əlavə etmək ümumi rifahınızı artıracaq. Sosial həyatınızda yeni tanışlıqlar və əlaqələr qurmaq həm şəxsi, həm də peşəkar həyatınızda daha çox məmnuniyyət gətirəcək. Bu dövr həm də həyatınıza yeni bir istiqamət vermək, daha böyük məqsədlərə doğru irəliləmək üçün mükəmməl bir vaxtdır. Həyatınızdakı müsbət dəyişikliklərdən faydalanın və hər bir fürsətdən maksimum istifadə edərək həyatınızı daha yaxşı bir şəkildə yönləndirin. Qız bürcü 17 mart 2025-ci il Qız bürcünün proqnozu. 17 mart 2025-ci il Qız bürcü üçün həyatın hər sahəsində əhəmiyyətli dəyişikliklərin, irəliləyişlərin və yeni fürsətlərin ortaya çıxacağı bir gündür. Bu günlərdə özünüzü daha güclü, dinamik və müsbət hiss edəcəksiniz. Enerjinizin yüksək olması və daxili gücünüzdən faydalanaraq hər bir addımda irəliləyiş əldə etmək şansınız çox böyükdür. Həm şəxsi həyatınızda, həm də peşəkar sahədə qarşınıza çıxan fürsətlərdən tam istifadə edərək uğurlarınızı artırmaq mümkündür. Bu dövr həm də özünüzü daha yaxşı ifadə etmək, məqsədlərinizə doğru irəliləmək və həyatınızdakı bəzi köhnə əngəlləri arxada qoymaq üçün əlverişli bir vaxtdır. Əvvəllər üzləşdiyiniz çətinliklərdən dərs alaraq daha irəlidə uğurlu bir dövrə qədəm qoyacaqsınız. Öz qərarlarınız və müstəqil yanaşmalarınız sizi daha yaxşı bir gələcəyə yaxınlaşdıracaq. Peşəkar həyat. Peşəkar həyatınızda bu günlərdə daha böyük irəliləyişlər və inkişaflar gözlənilir. İş mühitində yeni təkliflər, layihələr və maraqlı imkanlar qarşınıza çıxa bilər. Bu günlərdə öz bacarıqlarınızı daha da inkişaf etdirə, yeni iş sahələrinə daxil ola bilərsiniz. Yaradıcı yanaşmalarınız və analitik düşüncə tərziniz sizə iş yerində böyük üstünlüklər qazandıracaq. Eyni zamanda liderlik bacarıqlarınızı nümayiş etdirmək, komanda işində və əməkdaşlıqda özünüzü fərqləndirmək üçün mükəmməl bir vaxtdır. Peşəkar mühitdə əldə etdiyiniz uğurlar həmkarlarınızın və rəhbərliyinizin diqqətini çəkəcək. Həm də iş yerində əlaqələrinizin daha möhkəm olması və yaxşı münasibətlərin qurulması karyeranızın daha sürətli inkişaf etməsinə şərait yaradacaq. Bu günlərdə işinizi daha da inkişaf etdirərək yeni və daha yüksək mövqelər əldə etmək üçün əla bir fürsət yaranacaq. Yeni layihələrə başlamaq və mövcud işinizi daha da inkişaf etdirmək uzun müddətli uğurların təməlini atacaq. Peşəkar dünyada həm şəxsi bacarıqlarınız, həm də komanda işindəki güclü yanaşmanız sizə mükəmməl nəticələr gətirəcək. Şəxsi münasibətlər. Şəxsi həyatda bu dövr daha dərin və mənalı əlaqələr qurmaq üçün çox əlverişlidir. Tərəfdaşınızla və yaxın dostlarınızla olan münasibətlərinizdə dürüstlük, səmimiyyət və qarşılıqlı anlayış ön planda olacaq. İntuisiyanız və hissləriniz çox güclüdür, buna görə də doğru insanlarla düzgün əlaqələr qurmaq üçün əla bir vaxtdır. Hisslərinizi və ehtiyaclarınızı açıq şəkildə ifadə etmək, münasibətlərinizin daha sağlam və möhkəm olmasına kömək edəcək. Əgər daha əvvəl əlaqələrinizdə hər hansı bir narahatlıq olubsa, bu günlərdə onları müzakirə edərək həll etmək mümkündür. Yalnız olan qız bürcləri üçün isə romantik münasibətlər qurmaq və yeni tanışlıqlar etmək üçün çox əlverişli bir dövrdür. Bu dövrdə qarşılıqlı hörmət və anlayış üzərində qurulmuş yeni əlaqələr həyatınıza sevinc və harmoniya gətirəcək. Dostlarınızla daha çox vaxt keçirmək və onların yanında olmaq sosial əlaqələrinizi daha da gücləndirəcək. Eyni zamanda yaxın insanlara daha çox diqqət ayırmaq və onlara dəstək olmaq münasibətlərinizin dərinləşməsinə səbəb olacaq. Şəxsi həyatınızda hər iki tərəf arasında empatiya və qarşılıqlı anlayışın artması həm sevgi, həm də dostluq əlaqələrini daha sağlam hala gətirəcək. Sağlamlıq. Sağlamlıq baxımından bu dövrə diqqət yetirmək çox vacibdir. Həm fiziki, həm də zehni sağlamlığınızın güclənməsi üçün balanslı bir yanaşma tətbiq etmək çox faydalıdır. Gündəlik həyatınızdakı ritmi uyğunlaşdırmaq və stressdən uzaq durmaq ümumi rifahınızı artıracaq. Fiziki fəaliyyətə daha çox vaxt ayırmaq bədəninizin gücünü artıracaq və daha yaxşı hiss etməyinizə kömək edəcək. Bu dövrdə qidalanmanıza da diqqət yetirmək, sağlam vərdişlər yaratmaq çox vacibdir. Zərərli qidalardan uzaq durmaq və sağlam, təbii qidalarla bədəninizi qidalandırmaq həm fiziki, həm də zehni sağlamlığınızı yaxşılaşdıracaq. Eyni zamanda emosional balansı qorumaq üçün meditasiya, nəfəs məşqləri və ya sadə bir gəzinti ilə rahatlaşmaq faydalı olacaq.
Bu dövrdə özünüzə daha çox diqqət yetirmək və şəxsi rifahınızı ön planda tutmaq sağlamlığınızı qorumağa kömək edəcək. Bu günlərdə sağlamlıqla bağlı kiçik narahatlıqlar varsa, onları müalicə etmək və daha sağlam bir həyat tərzi seçmək gələcəkdə böyük nəticələr verəcək. Yuxu rejiminə də diqqət etməlisiniz ki, bədəninizi dincəltdikdən sonra enerji ilə dolub günə daha güclü başlayasınız. Sosial həyat. Sosial həyatda daha çox aktiv olmağa başlayacaqsınız. Bu dövr həm yeni tanışlıqlar qurmaq, həm də mövcud əlaqələrinizi gücləndirmək üçün çox əlverişlidir. Sosial dairənizlə daha çox vaxt keçirmək həm öz əhvalınızı, həm də ətrafınızdakı insanların əhvalını yüksəldəcək. Dostlarınızla və yaxınlarınızla birgə vaxt keçirmək həm də sizin üçün faydalı olacaq. Bu dövrdə həm peşəkar, həm də şəxsi mühitdə yeni insanlarla tanış olmaq və əlaqələr qurmaq sizə çox fayda verəcək. Yeni şəbəkələr yaratmaq və müxtəlif mühitlərdə iştirak etmək sizə həm yeni təcrübələr qazandıracaq, həm də müsbət sosial əlaqələr qurmağa kömək edəcək. Həm də başqalarına dəstək olmaq, onların ehtiyaclarına həssas yanaşmaq daxili məmnuniyyətinizi artıracaq. Sosial əlaqələrinizi gücləndirmək, ətrafınızdakı insanlarla daha dərin və anlamlı əlaqələr qurmağınıza kömək edəcək. Bu dövr başqalarına kömək etməklə özünüzü daha yaxşı hiss edəcəyiniz və sosial həyatınızda daha çox məmnuniyyət tapacağınız bir dövrdür. Ümumilikdə 17 mart 2025-ci il Qız bürcü üçün həm şəxsi, həm də peşəkar həyatda böyük irəliləyişlərin və müsbət dəyişikliklərin olduğu bir gündür. Bu dövrdə öz gücünüzdən istifadə edərək böyük addımlar atacaq, həm peşəkar sahədə, həm də şəxsi həyatınızda uğurlar əldə edəcəksiniz. İş həyatında yeni layihələr və imkanlar açılır, şəxsi münasibətlərdə isə qarşılıqlı anlayış və dəstək artır. Həm fiziki, həm də zehni sağlamlığınıza diqqət yetirmək həyatınızın keyfiyyətini artıracaq. Sosial dairənizi genişləndirmək və başqalarına dəstək olmaq sosial həyatda daha çox məmnuniyyət verəcək. Bu dövr həyatınızı yaxşılaşdırmaq, daha yüksək məqsədlərə doğru irəliləmək və özünüzü daha yaxşı hiss etmək üçün mükəmməl bir zaman kəsiyi olacaq. Tərəzi bürcü. 17 mart 2025-ci il Tərəzi bürcünün proqnozu. 17 mart 2025-ci il Tərəzi bürcü üçün həyatda yeni başlanğıcların, dəyişikliklərin və irəliləyişlərin olduğu bir gündür. Bu günlərdə daha çox özünüzə inanacaq, daxili gücünüzdən istifadə edərək qarşınıza çıxan çətinlikləri asanlıqla dəf edəcəksiniz. Həm şəxsi həyatınızda, həm də peşəkar sahədə yeni imkanlar və fürsətlər qarşınıza çıxa bilər. Günün enerjisi sizi daha məqsədyönlü və motivasiyalı edəcək. Bugün yeni layihələrə başlamaq, yeni insanlarla tanış olmaq və həyatınızı daha yaxşı bir istiqamətə yönəltmək üçün mükəmməl bir vaxtdır. Yaradıcı yanaşmalarınız və düzgün qərarlarınız sizi uzun müddətli uğurlara doğru yönəldəcək. Tərəzi bürcünün nümayəndələri üçün əhəmiyyətli bir dövr başlayır və hər bir addımınız sizi məqsədlərinizə bir addım daha yaxınlaşdıracaq. Peşəkar həyat. İş sahəsində bu gününüz çox dinamik və irəliləyişlərlə zəngin olacaq. Əməkdaşlıq etdiyiniz insanlarla daha yaxın əlaqələr quracaq və komanda işində əhəmiyyətli rol oynayacaqsınız. Yeni ideyalarınız və təklifləriniz rəhbərlik və həmkarlarınız tərəfindən diqqətlə dinlənəcək və qiymətləndiriləcək. Bu dövr öz bacarıqlarınızı daha da inkişaf etdirmək və yeni peşəkar hədəflər qoymaq üçün əlverişlidir. Peşəkar həyatınızda qarşılaşdığınız hər yeni imkan sizi daha yüksək mövqelərə daşıya bilər. Bu dövr karyerada irəliləmək və yeni layihələrə başlamaq üçün ideal bir vaxtdır. Öz istedad və bacarıqlarınızı ortaya qoyaraq işinizdə fərqlənəcək və yeni mükafatlar əldə edəcəksiniz. Liderlik bacarıqlarınız ön planda olacaq və bu sizi həm iş yoldaşlarınız, həm də rəhbərlik tərəfindən təqdir olunmağa vadar edəcək. Eyni zamanda yeni layihələrə başlamaq və yeni məsuliyyətlər qəbul etmək üçün mükəmməl bir dövrdür. Düşüncə tərzinizin analitik və yaradıcı olması həm iş mühitində, həm də peşəkar münasibətlərdə üstünlük əldə etməyinizi təmin edəcək. Yeni məqsədlərinizə doğru atdığınız hər addımda uğur qazanma şansınız artacaq. Həmkarlarınız və rəhbərliklə olan əlaqələrinizin möhkəmləndirilməsi karyeranızda yeni zirvələrə çatmağınıza yardımcı olacaq. Yeni perspektivlər və yeni iş imkanları sizin üçün müsbət nəticələr gətirəcək. Bu dövrün sonunda karyeranızda əldə etdiyiniz uğurlar yalnız iş dünyasında deyil, şəxsi həyatınızda da sizə müsbət təsir göstərəcək.
Əldə etdiyiniz uğurlar özünüzə daha çox inam və motivasiya verəcək, gələcəkdə daha böyük nailiyyətlərə imza atmağınıza səbəb olacaq. Şəxsi münasibətlər. Şəxsi həyatınızda qarşılıqlı anlayış və empatiya ön planda olacaq. Tərəfdaşınızla olan münasibətlərdə daha çox açıq ünsiyyət və dürüstlük tələb edilir. Bu dövrdə həm özünüzü, həm də qarşınızdakı insanı daha yaxşı anlamağa çalışın. Münasibətlərinizdə qarşılıqlı dəstək, sevgi və hörmət önəmli rol oynayacaq. Tərəfdaşınıza və yaxınlarınıza daha çox vaxt ayırmaq, əlaqələrinizin möhkəmlənməsinə və daha sağlam bir əsas üzərində qurulmasına kömək edəcək. Bu günlərdə daha çox zamanınızı birgə keçirərək daha çox şey paylaşa bilər, aranızdakı münasibətləri daha da gücləndirə bilərsiniz. Yalnız olan tərəzilər üçün isə bu dövr yeni romantik münasibətlər və tanışlıqlar qurmaq üçün əlverişlidir. İntuisiyanız və cazibəniz yüksəkdir, buna görə də yeni insanlarla tanış olmaq həm şəxsi, həm də romantik münasibətlərdə uğur qazanmaq üçün əla bir şansdır. Əgər əvvəlki münasibətlərdə bəzi narahatlıqlar olubsa, onları açıq şəkildə müzakirə etmək, problemləri həll etmək və yeni başlanğıclar üçün ideal bir zamandır. Münasibətlərinizdə dürüstlük və anlayış hər iki tərəfi daha da yaxınlaşdıracaq və əlaqələrinizin güclənməsinə səbəb olacaq. Bu dövr həm də yaxınlarınıza və dostlarınıza daha çox diqqət yetirməniz üçün əlverişlidir. Onlarla keçirdiyiniz vaxt əlaqələrinizin daha da dərinləşməsinə və aranızdakı əlaqəni daha möhkəm bir bazaya oturtmağa kömək edəcək. Başqalarına yardım etmək, onların hisslərini və ehtiyaclarını başa düşmək, həm də sosial həyatınızdakı təsirinizin artmasına səbəb olacaq. Sosial dairənizdəki insanlarla olan münasibətləri gücləndirmək, həm də özünüzü daha yaxşı hiss etməyinizə kömək edəcək. Bu dövr dostlarınızla birgə yeni fəaliyyətlərə qatılmaq, bir-birinizə dəstək olmaq və emosional cəhətdən daha möhkəm bağlar qurmaq üçün ideal vaxtdır. Sağlamlıq. Bu dövr sağlamlıq baxımından diqqətli olmağınızı tələb edir. Fiziki və zehni sağlamlığınıza daha çox diqqət yetirərək həyat keyfiyyətinizi yaxşılaşdırmaq mümkündür. Fiziki fəaliyyətlərə vaxt ayırmaq, bədəninizin gücünü artırmaq və enerjinizi yüksəltmək üçün çox faydalı olacaq. Həmçinin stressin idarə edilməsi və zehni rahatlama metodlarına yönəlmək emosional balansınızı qorumağa kömək edəcək. Meditasiya, nəfəs məşqləri və sakitləşdirici fəaliyyətlər bu dövr üçün idealdır. Bu cür fəaliyyətlər həm fiziki, həm də zehni sağlamlığınızı möhkəmləndirəcək. Sağlamlıqla bağlı hər hansı bir narahatlıq varsa, onları vaxtında aradan qaldırmaq və daha sağlam bir həyat tərzi seçmək vacibdir. Bu dövr həm də yuxu rejiminə diqqət yetirmək, balanslı qidalanma vərdişlərini tətbiq etmək və fiziki sağlamlığınıza xüsusi diqqət göstərmək üçün yaxşı bir vaxtdır. Ümumiyyətlə, sağlamlığınızla bağlı diqqətli olmaq, özünüzü daha yaxşı hiss etməyinizə kömək edəcək. Bu dövrün sonunda sağlamlığınızın və enerjinizin gücləndiyini hiss edəcək, həm fiziki, həm də zehni sağlamlıqla həyatınıza daha müsbət bir yanaşma gətirəcəksiniz. Sosial həyat. Sosial həyatınızda bu dövr yeni tanışlıqlar və əlaqələr qurmaq üçün əlverişlidir. Sosial dairənizlə daha çox vaxt keçirmək, yeni insanlarla tanış olmaq və müxtəlif mühitlərdə iştirak etmək sizə faydalı olacaq. Bu günlərdə başqaları ilə əlaqələr qurmaq həm şəxsi, həm də peşəkar sahədə yeni fürsətlər yaratmağa kömək edəcək. Sosial dairənizdəki insanlarla daha yaxın əlaqələr qurmaq həm də sizi ətrafınızdakı insanlardan daha çox dəstək almağa yaxınlaşdıracaq. Əgər dostlarınız və yaxınlarınızla birgə fəaliyyətlərə qatılmaq imkanı yaranarsa, bunu dəyərləndirmək yaxşı olardı. Eyni zamanda başqalarına kömək etmək, onların ehtiyaclarına diqqət yetirmək, sosial həyatınızdakı əlaqələri daha güclü və dərin edəcək. Bu dövrün sonunda sosial dairənizdəki əlaqələr daha da möhkəmlənəcək və ətrafınızdakı insanlardan daha çox dəstək alacaqsınız. Sosial həyatda aktiv olmaq həm əyləncəli, həm də faydalı təcrübələr qazandıracaq. Bu dövrdə həm dostlarınıza, həm də tanımadığınız insanlara qarşı səmimi yanaşmanız, yeni və mənalı əlaqələr qurmağınıza kömək edəcək. Ümumilikdə 17 mart 2025-ci il Tərəzi bürcü üçün həm şəxsi, həm də peşəkar həyatında irəliləyişlər və yeni başlanğıcların olduğu bir gündür. Peşəkar həyatınızda yeni layihələr və imkanlar meydana çıxacaq, sosial əlaqələriniz daha da güclənəcək. Şəxsi münasibətlərdə dürüstlük, anlayış və qarşılıqlı dəstək əlaqələrinizin sağlam və möhkəm olmasına kömək edəcək. Həm fiziki, həm də zehni sağlamlığınıza diqqət yetirmək ümumi rifahınızı artıracaq. Bu dövr həyatınızda müsbət dəyişikliklərə və yeni başlanğıclara səbəb olacaq.
Özünüzə olan inam və motivasiya ilə irəliləyərək uğurlarınıza yeni bir mərhələ əlavə edəcəksiniz. Əqrəb bürcü 17 mart 2025-ci il Əqrəb bürcünün proqnozu. 17 mart 2025-ci il Əqrəb bürcü üçün çox güclü, dinamik və irəliləyişlərlə dolu bir gündür. Bu günlərdə həyatınızda böyük dəyişikliklər və yeni başlanğıcların olması ehtimalı yüksəkdir. Enerjinizin yüksəldiyi, motivasiyanızın gücləndiyi bir dövr başlayır. İntuisiyanız və daxili gücünüz sizi uğurlara doğru yönəldəcək, qarşınıza çıxan çətinlikləri aşmaqda sizə kömək edəcək. Həm şəxsi, həm də peşəkar həyatınızdakı məsələlərdə həm daxili rahatlıq, həm də müsbət dəyişikliklər yaşamağınız mümkündür. Özünüzə olan inam və məqsədli addımlarınızla irəliləyəcək, həyatınızdakı bəzi məsələləri daha aydın şəkildə görə biləcəksiniz. Bu dövr həm şəxsi, həm də sosial sahələrdə yeni addımlar atmaq üçün ideal bir vaxtdır. Peşəkar həyat. İş dünyasında bugün çox məhsuldar və inkişaf dolu olacaq. Əqrəb bürcünün nümayəndələri üçün yeni layihələrə başlamaq, rəhbərliklə əhəmiyyətli danışıqlar aparmaq və karyerada yüksəlmək üçün əlverişli bir dövrdür. İntuisiyanız və analitik düşünmə qabiliyyətiniz sizi doğru qərarlar verməyə istiqamətləndirəcək. Bu dövr, peşəkar əlaqələrinizin möhkəmlənməsi və yeni iş imkanları yaratmaq üçün mükəmməl bir şansdır. Mövqələrinizdə vəzifə artımı və ya yeni imkanların ortaya çıxması da ehtimal olunur. İş həyatında müsbət dəyişikliklərə açıq olun, çünki qarşılaşdığınız hər bir yeni fürsət sizə böyük qazanc və uğurlar gətirə bilər. Eyni zamanda bu dövrdə diqqətinizi uzun müddətli hədəflərə yönəltmək, strategiya qurmaq və yeni ideyalar üzərində işləmək çox faydalı olacaq. Bu dövrün sonunda iş həyatınızda böyük irəliləyişlər əldə edəcəyiniz bir zaman olacaq. İş yerindəki fəaliyyətləriniz müsbət nəticələr verəcək, həmkarlarınız və rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək. Ən vacib olanı isə daxili gücünüz və özünə inamınız sayəsində qarşınıza çıxan hər bir fürsətdən yararlanacaq və iş həyatınızda uğurlu nəticələr əldə edəcəksiniz. Şəxsi münasibətlər. Şəxsi həyatınızda səmimiyyət, dürüstlük və qarşılıqlı hörmət əsas rol oynayacaq. Əqrəb bürcünün nümayəndələri bu dövrdə sevdikləri ilə daha çox vaxt keçirəcək və münasibətlərini daha da dərinləşdirəcək. Tərəfdaşınıza olan sevgi və bağlılıq daha güclü olacaq, ancaq bu, dürüst və açıq ünsiyyət tələb edəcək. Münasibətinizdəki hər hansı bir anlaşılmazlıq və ya problem varsa, onu dərhal müzakirə etmək və birgə həll yolları tapmaq əlaqənizin sağlam şəkildə irəliləməsinə kömək edəcək. Bu dövr münasibətinizdə yeni mərhələyə keçmək, daha çox bağlılıq və anlayış yaratmaq üçün çox əlverişlidir. Yalnız olan əqrəblər üçün bu dövr yeni tanışlıqlar və romantik əlaqələr üçün əlverişlidir. Cazibəniz və karizmanız yüksəkdir. Buna görə də sosial mühitlərdə yeni insanlarla tanış olmaq, dərin və mənalı əlaqələr qurmaq üçün mükəmməl bir vaxtdır. Eyni zamanda keçmiş münasibətlərdəki bəzi yaralar healing olmağa başlayır və bu, yeni başlanğıclar üçün yaxşı bir fürsət yaradır. Əgər əvvəlki münasibətinizdə anlaşılmazlıqlar olmuşsa, bu günlərdə onlara aydınlıq gətirərək keçmişi geridə buraxa bilərsiniz. Ailə və dostlarla münasibətlərinizdə daha çox zaman keçirəcək, onların dəstəyi ilə daha güclü hiss edəcəksiniz. Sağlamlıq. Sağlamlıqla bağlı bu dövrdə diqqətli olmaq lazımdır. Fiziki və zehni sağlamlığınıza bərabər diqqət yetirmək, ümumi rifahınızı yaxşılaşdıracaq. Fiziki aktivliklərə vaxt ayırmaq, sağlam qidalanmaya diqqət yetirmək və stressin idarə edilməsinə yönəlmək vacibdir. Meditasiya, nəfəs məşqləri və yoga kimi rahatlama metodları bu dövrün stresini azaltmağa kömək edəcək. Zehni rahatlama və bədəninizi dinləmək sağlamlığınızı gücləndirəcək. Bu dövrdə bədəninizi dinləyin və lazım olduğu qədər istirahət edin. Sağlamlığınızın əsasına diqqət yetirərək özünüzü fiziki və emosional cəhətdən daha güclü hiss edəcəksiniz. Həmçinin pis vərdişlərdən qaçınmaq və sağlam həyat tərzini mənimsəmək uzun müddətli rifahınız üçün faydalı olacaq. Gündəlik həyatınızda balansı qorumaq, özünüzü daha yaxşı hiss etməyinizə və uzun müddətli sağlamlıq problemlərini əngəlləməyinizə kömək edəcək. Bu dövrün sonunda sağlamlığınızın və enerjinizin artdığını hiss edəcəksiniz. Sosial həyat. Sosial həyatınızda bu dövr yeni əlaqələr qurmaq və yeni insanlarla tanış olmaq üçün əlverişlidir. Sosial dairənizi genişləndirmək, yeni mühitlərdə iştirak etmək və müxtəlif təcrübələr qazanmaq sizə həm əyləncəli, həm də faydalı olacaq.
Dostlarınızla birgə vaxt keçirmək, onların dəstəyi ilə çətinlikləri daha rahat aşmağınıza kömək edəcək. Eyni zamanda başqalarına kömək etmək və onlara dəstək olmaq sosial dairənizdəki əlaqələri gücləndirəcək. Sosial şəbəkələrinizi genişləndirərək yeni imkanlar yaratmaq bu dövrün əsas xüsusiyyətlərindən biridir. Bu dövr həm də başqalarına qarşı səmimi və empatik yanaşma tərzinizin üstünlük təşkil etdiyi bir dövr olacaq. Onların ehtiyaclarına diqqət yetirmək və əlaqələrdə dürüst və açıq olmaq yeni dostluqlar və faydalı əlaqələr qurmanıza kömək edəcək. Həmçinin başqalarına yardım etmək özünüzü daha məmnun hiss etməyinizə səbəb olacaq və sosial həyatda daha aktiv olmanıza imkan verəcək. Bu günlərdə başqalarına kömək edərək həm onların, həm də özünüzün həyatda daha pozitiv addımlar atmasına səbəb ola bilərsiniz. Ümumilikdə 17 mart 2025-ci il Əqrəb bürcü üçün əhəmiyyətli irəliləyişlərin və yeni başlanğıcların olduğu bir gündür. Peşəkar həyatınızda yeni imkanlar, şəxsi münasibətlərdə isə güclü əlaqələr qurmaq şansı yaranacaq. Sağlamlıqla bağlı diqqət yetirməli olduğunuz bir dövr olsa da, özünüzə və ətrafınızdakı insanlara dəstək olaraq böyük irəliləyişlər əldə edə bilərsiniz. İntuisiyanız və daxili gücünüz sizə hər sahədə düzgün qərarlar verməyə kömək edəcək, nəticədə həyatınızı daha yaxşı bir istiqamətə yönəldəcəksiniz. Bu dövr sizin üçün yeni imkanlar və uğurlar gətirəcək, həm şəxsi, həm də peşəkar həyatda müsbət dəyişikliklər gözlənilir. Həmçinin sosial həyatda daha aktiv olmaq, dostlarınızla münasibətlərinizi gücləndirmək və yeniliklərə açıq olmaq sizə əlavə uğurlar gətirəcək. Oxatan bürcü 17 mart 2025-ci il Oxatan bürcünün proqnozu. Ümumi baxış 17 mart 2025-ci il Oxatan bürcü üçün çox məhsuldar və dinamik bir gündür. Bugün qarşılaşacağınız hər bir çətinliyi aşmaq üçün yüksək enerji və müsbət düşüncə ilə irəliləməyiniz mümkündür. Yüksək motivasiya sizi həm şəxsi, həm də peşəkar həyatınızdakı hədəflərə doğru irəlilətməyə kömək edəcək. Bu dövr özünüzə inamınızı artırmaq, qarşınıza çıxan yeni imkanları qiymətləndirmək və uğurlu dəyişikliklər etmək üçün idealdır. Həyatınızdakı müxtəlif sahələrdə əhəmiyyətli irəliləyişlər gözlənilir, buna görə də fürsətlərdən yararlanmağa hazır olun. Peşəkar həyat bugün iş dünyasında Oxatan bürcünü yeni və maraqlı inkişaflar gözləyir. Peşəkar həyatda çox sayda fürsət yaranacaq və bu sizə karyerada irəliləmək üçün böyük bir şans verəcək. Yeni layihələr və ya mövqelərdəki dəyişikliklərlə bağlı qərarlar vermək məcburiyyətində qala bilərsiniz. İntuitiv bacarıqlarınız və gələcəyə dair açıq fikirli yanaşmanız sizə doğru yolda irəliləməkdə kömək edəcək. Həmçinin əməkdaşlıq və komanda işində göstərdiyiniz liderlik bacarıqları da yüksək qiymətləndiriləcək. Bu dövr peşəkar həyatda çox yaxşı şanslar təqdim edir. Çətin vəziyyətlərdən çıxmaq və yeni başlanğıclar etmək üçün fürsətiniz olacaq. Bu, həm də öz bacarıqlarınızı inkişaf etdirmək və iş yerində mövqeyinizi gücləndirmək üçün idealdır. İş mühitindəki əlaqələrinizdə diqqətli və açıq ünsiyyət qurmaq müsbət nəticələr əldə etməyinizə yardımcı olacaq. Rəhbərlik və həmkarlarınızla olan münasibətlərdəki səmimiyyət və əməkdaşlıq sizi bir addım daha irəli aparacaq. Şəxsi münasibətlər, Oxatan bürcünün şəxsi həyatı bugün qarşılıqlı anlayış, dəstək və səmimi əlaqələrlə doludur. Tərəfdaşınızla olan münasibətlərdə dürüstlük və açıq ünsiyyətə üstünlük vermək önəmlidir. İlişkinizin daha dərin və güclü olması üçün bir-birinizə daha çox zaman ayırın və səmimi fikir mübadiləsi aparın. Bu dövr tərəfdaşınızla olan münasibətləri daha da dərinləşdirmək və qarşılıqlı dəstək göstərmək üçün çox əlverişlidir. Əgər bir müddətdir münasibətinizdə problemlər varsa, açıq söhbətlər bu problemləri həll etməyinizə və əlaqəni yenidən gücləndirməyinizə kömək edəcək. Yalnız olan Oxatan bürcləri üçün bu dövr yeni tanışlıqlar və romantik əlaqələr qurmaq üçün mükəmməl bir vaxtdır. Sosial mühitlərdə daha aktiv olmaq, yeni insanlarla tanış olmaq və başqalarına açıq olmaq sizə çoxlu yeni əlaqələr gətirə bilər. Bu dövr həmçinin keçmişdəki münasibətlərdəki anlaşılmazlıqları həll etmək və yenidən başlamaq üçün yaxşı bir zamandır. Ailə üzvlərinizlə və yaxın dostlarınızla münasibətlərinizi daha da gücləndirmək, onlarla daha çox vaxt keçirmək və emosional dəstək göstərmək sizə rahatlıq və daxili huzur gətirəcək. Bu dövr sosial əlaqələrinizin daha da inkişaf edəcəyi və sizə həm emosional, həm də praktiki dəstək verəcək insanlarla tanış olacağınız bir dövr olacaq. Sağlamlıq, bugün sağlamlığınıza diqqət yetirmək çox vacibdir.
Fiziki və emosional sağlamlığınızın hər iki tərəfini diqqətlə izləmək sizi güclü və balanslı hiss etdirəcək. Fiziki aktivliklərə daha çox vaxt ayırmaq və sağlam qidalanmaq ümumi enerjinizi artıracaq və sizi daha yaxşı hiss edəcəyiniz bir vəziyyətə gətirəcək. İdman etmək və rahatlamağa yönəlmək stressi idarə etmək üçün çox əhəmiyyətlidir. Ən yaxşı nəticə üçün həm bədən, həm də zehni sağlamlığa diqqət yetirmək vacibdir. Eyni zamanda emosional tərəfinizdə də rahatlamaya və sakitləşməyə vaxt ayırmaq, stressdən qaçınmaq üçün meditasiya, nəfəs məşqləri və ya sadə bir yürüyüşə çıxmaq sizə kömək edəcək. Ümumilikdə sağlamlıqla bağlı balanslı yanaşmalar sizin daha güclü və dinamik olmanıza imkan yaradacaq. Sağlam həyat tərzi seçmək uzun müddətdə daha yaxşı nəticələr əldə etməyinizə səbəb olacaq. Sosial həyatınızda bugün yeni əlaqələr qurmaq və fərqli mühitlərdə iştirak etmək üçün müsbət bir dövr başlayır. Sosial dairənizi genişləndirmək və yeni insanlarla tanış olmaq həyatınıza müxtəlif təcrübələr və gözəl dostluqlar gətirəcək. Həm fərdi, həm də peşəkar mühitdə yeni əlaqələr qurmaq sizin üçün çox faydalı olacaq. Sosial mühitlərdə daha aktiv olmağınız, özünüzü yeni perspektivlərdə görməyinizə və daha çox fürsət əldə etməyinizə kömək edəcək. Bu dövr dostlarınızla daha çox vaxt keçirmək və onlara dəstək olmaq üçün də əlverişlidir. Başqalarına kömək etmək, onların problemlərinə diqqət yetirmək və ümumi bir məqsəd üçün birləşmək sosial həyatınızı gücləndirəcək. Empatiya və qarşılıqlı hörmət əsasında qurulan əlaqələr sizi həm sosial, həm də emosional baxımdan zənginləşdirəcək. Ümumilikdə 17 mart 2025-ci il Oxatan bürcü üçün həm şəxsi, həm də peşəkar həyatda irəliləyişlər və müsbət dəyişikliklər gətirəcək bir gündür. Bu dövrdə qarşınıza çıxan hər bir fürsət sizin məqsədlərinizə daha yaxın olmağınıza səbəb olacaq. Peşəkar həyatda yeni mövqelər və layihələr ilə bağlı müsbət dəyişikliklər gözlənilir. Şəxsi həyatınızda isə əlaqələrdə qarşılıqlı anlayış və səmimi ünsiyyət ön plana çıxacaq. Sağlamlığınıza diqqət yetirmək və balanslı bir həyat tərzi seçmək həyatınızdakı digər sahələrə də müsbət təsir edəcək. Bu dövr həm sosial, həm də şəxsi həyatınızdakı əlaqələri dərinləşdirmək, yeni imkanlardan faydalanmaq və gələcəkdəki uğurlarınıza zəmin yaratmaq üçün ideal bir vaxtdır. Enerjinizin və motivasiyanızın yüksək olduğu bu dövr sizə böyük uğurlar gətirəcək.